Elhamdülillahi Rabbil alemin ve salatu ve selamu ala Resulillahi ve ala alihi ve ashabihi ecma'in. Rabbi şrah li sadri ve yessir li emri ve ahlul uqdeten min lisani yefqahu qavli. Allahümme allimna ma yenfa'na ve fa'na ma allamtana ve zidna ilma. Amma ba'd. Əziz və dəyərli qardaş və bacılarım, hörmətli dinləyicilər. Bugün Şeyx Abdurrahman Es-Sa'di rahimehullahın Allaha və axirət diyarına səfər haqqında olan mənzuməmizin davamı olacaq və bu şeirin nəsihət hissəsi barəsində danışacaq. Və Şeyx Abdurrahman Es-Sa'di beytdə buyurur ki, Nasahul xaliqata fi rıda məhbubihim. Onlar öz sevdiklərinin razılığını qazanmaq üçün məxluqata nəsihət edərlər beytində buyurur. Həqiqətən də müsəlmanlara nəsihət edən insan onların ən təmizi və onlar üçün xeyirli olan bir insandır. Ona görə Şeyxülislam İbn Teymiyyə rahimehullah Məcmul Fətavasında və həmçində Bəqriyə rəddində buyurur ki, Əhl-i Sünnə vəl Cəmaa sünnətə tabe olub cəmaat ilə bərabər olan bir toplum Quran və sünnəyə tabe olur və həmçində Allah və onun Rəsuluna itaət edirlər və beləcə onlar haqqa tabe olurlar və insanlara qarşı mərhəmət göstərirlər. Və həqiqətən Əhl-i Sünnə vəl Cəmaanın sifətlərindəndir ki, onlar məxluqata qarşı rəhimli olarlar hər bir zaman, onların haqlarını, hüquqlarını qoruyarlar, saxlayarlar və bunlara şiddətli dərəcədə riayət edərlər. Və ona görə də nəsihət bizdən qabaqki ümmətlərin, peyğəmbərlərinin metodu idi, mənhəci idi. Misal olaraq necə ki, Allah Subhanahu wa Taala Nuh peyğəmbər barəsində xəbər verəndə buyurur ki, "Və ansah lakum və alamu minallahi ma la ta'lamun." Mən sizlərə tövsiyə edirəm və sizin bilmədiklərinizi, Allahdan bilmədiklərinizi bilirəm və həmçində Hud əleyhissalam haqqında Uca Allah buyurur ki, "Və ana lakum nasihun amin." Mən sizlər üçün etibarlı bir nəsihətçiyəm və həmçində Salih peyğəmbər barəsində buyurur ki, Uca Allah Subhanahu wa Taala, "Və nasahtu lakum velakin la tuhibbunun nasihin." Mən sizə nəsihət elədim, tövsiyə edim, lakin siz nəsihəti və tövsiyə olunmağı sevmirsiniz. Ona görə də bu ayələr hamısı onu göstərir ki, müsəlmanlar bir-birlərinə həmişə nəsihətə, tövsiyədə olmalıdırlar və bir-birlərinə xeyri tövsiyə edib onları şərdən çəkindirməlidirlər. Və həmçində Şeyx Abdurrahman Es-Sa'di rahimehullah öz Məcmul Fəvaidində buyurur ki, ümumiyyətlə bəndənin qəlbinin islahı, Allaha tamamilə qayıtmaq və Allaha güclü təvəkkül eləməklə olur və həmçinin də ona qarşı ixlaslı olmaqla və əsas məsələlərdən biri də bütün məxluqata xeyir istəməklə, qəlbin islahı bununla mümkündür. Ona görə də müsəlman bir bəndə müsəlmanlara qarşı, ümumiyyətlə cəmiyyətə, topluma qarşı həmişə onların xeyrini istəyəndə, amma Allah qorusun o insanın qəlbində müsəlmanlara qarşı kin, nifrət, qəzəb, həsəd, bu kimi şeylər olarsa, yerləşərsə, təbii ki, bunlar hamısı qəlbin fəsadından, qəlbin xarab olmasından xəbər verir. Ona görə də müsəlman qəlbində birinci növbədə tək Allahlığı yerləşdirəcək, Allahı ixlasla ibadət etməyi yerləşdirəcək və həmçinin də bütün bəndələr üçün, yaradılmışlar üçün xeyir istəyəcək. Bu həqiqi bəndənin əlamətlərindəndir. Hətta Şeyx Abdurrahman Es-Sa'di rahimehullah bir risaləsində qeyd edir ki, hansı ki bu risalə müsəlmanların cəm olmağı üçün, bərabər olmağı üçün yazılmış bir risalədir. İnsanın hər iki diyarda xoşbəxtin əlamətlərindən odur ki, bütün müsəlmanları xeyir arzulasın və bazarda qədər onları hidayətə çağırsın, onları nəsihət edəsin və həmçinin də onların ayıblarını örtsün və onları yaymamaq üstünlük versin və bütün bunların hamısını Allahın rızasını qazanmaq və həmçində Allahın onlar üçün hazırladığı o gözəl yurda, cənnət məqamına çatmaq üçün bunları etsin. Və Şeyx buyurdu ki, onlar nəsihəti öz sevdiklərinin razılığını qazanmaq üçün edirlər. Yəni, onlar nəsihəti Allah üçün eləyərlər və Rəhman üçün eləyərlər və nəsihətin müqabilində, tövsiyənin müqabilində insanlardan, məxluqdan ümumiyyətlə heç bir mükafat, heç bir əzir, heç bir tərif, heç bir şey, heç bir əvəz gözləməzlər. Çünki əcri, mükafatı, savabı insanlardan gözləməmək zaten peyğəmbərlərin metodu idi. Hansı ki, onlar insanları nəsihət eləyəndə insanlara haqq dəvət onlara, tövhid dəvətini, tək Allahlılığı onlara çatdıranda, onları şirkdən çəkindirəndə onlardan heç bir mükafat, heç bir əcr gözləmirdilər. Onların mükafatı, gözlədiyi yer yalnız və yalnız alimlərin Rəbbindən idi. Necə ki, bu barədə
Uca Allah Subhanahu ve Teala buyurur ki: "Qul la əsəlukum aleyhi əcra." Mən sizdən buna görə heç bir əcr, mükafat istəmirəm dəvətə görə. Və həmçində başqa ayələrdə Uca Allah Subhanahu ve Teala buyurur ki: "Ya qavmi la əsəlukum aleyhi əcra." Ey qövmüm, mən bu dəvətə görə sizlərdən heç bir mükafat gözləmirəm. "İn əcriyə illə aləl-ləzi fatarani." Mənim mükafatım və etdiyimin əvəzi qarşılığı yalnız məni yaradan tərəfindəndir. Və başqa ayədə Allah Subhanahu ve Teala buyurur ki: "Və mə əsəlukum aleyhi min əcr, in əcriyə illə alə rabbil aləmin." Mən buna görə sizdən heç bir əvəz, heç bir qarşılıq, heç bir mükafat istəmirəm dəvətin müqabilində. Mənim mükafatım, əcrim isə yalnız və yalnız aləmlərin Rəbbi olan Allah tərəfindəndir. Və bu kimi ayələr çoxdur Qurani Kərimdə. Şuara surəsi 127, 145, 164, 180-ci ayələrdə biz bu ayələrin hamısına fikir versək görərik ki, Allaha və axirət diyarına səfər eləyənlərin gözlədiyi əvəz, mükafat, əcr yalnız və yalnız Allah tərəfindəndir. Onlar heç vaxtı məxluqatı, heç vaxtı özləri kimi aciz, cılız bəndələrə heç vaxtı arxayın olmazlar. Əcri mükafatı onlardan gözləməzlər. Zaten bu əcri mükafatı, əvəzi, qarşılığı məxluqatdan gözləmək Allah və axirət diyarına ümid eləməyəndən əlamətidir. Lakin dəvətçilər, peyğəmbərlərin və rəsulların ardıcıqları isə onlar əksinə mükafatı yalnız və yalnız Allahdan gözləyirlər. Və insanlardan mükafat istəmirlər və məxluqatdan asılı deyirlər. Çünki onlar Allahın rizasını qazanmaq üçün bəndəyə nəsihət edirlər. İnsanlara tövsiyədə olurlar. Uca Allah Subhanahu ve Teala Yusuf surəsi 108-ci ayədə buyurur ki: "Qul hadihi səbil əd'u ilallah." De, bu mənim yolumdur və mən Allaha çağırıram. "Alə basirətin ənə və men ittəbə'ani." Mən və mənə tabe olanlar Allaha bəsirət üzərində, elm üzərində Allaha çağırırıq. "Və subhanallah və mə ənə minəl müşrikin." Allah pak və nöqsansızdır və mən müşriklərdən də deyiləm. Və Şeyx Muhammed Abdülvahhab rahimehullah Kitab-ı Tövhidin şərhində bu ayə haqqında buyurur ki, bu ayə ümumiyyətlə bəndələrə, xüsusən dəvətçilərə ixlaslı olmağı xatırladır. Çünki insanların deyir, bir çoxu haqqa çağırdığı halda görürsən ki, əslində özlərini çağırır. Və Şeyx Müsəlman rahimehullah Qavl-i Mufiddə bu sözə şərh edərək, bu sözə öz qeydini verərək buyurur ki, Allaha çağıran hər kəs Allahın dininin ucalmasından başqa bir şey istəməyəndir. Özünə çağıran isə sözünün haqq və ya batil olmasına asılı olmayaraq onun qəbul edilməsini istəyəndir. Və həqiqətən də Allaha çağıran kəsin niyyəti, amalı, məqsədi yalnız və yalnız Allahın dininin ucu olmasıdır. Yəni, insanları özünə çağırmaq deyil. Allah qorusun, görürsən ki, lakin özünə çağıran insanlar, görürsən ki, onların sözləri haqq olsa da, batil olsa da, bundan asılı olmayaraq, istəyərlər ki, sözləri insanlar arasında keçərli olsun, qəbul olunan söz olsun. Lakin insanın sözü deyəndə onun məqsədi, fikri və həmçinin də ona lazım olan şey yalnız və yalnız Allahın rizası, Allahın dininin ucu olmasıdır. İnsanlar qəbul etsə, elhamdülillah, və qəbul eləməsə də, yenə də insan öz üzərinə düşəni onlara çatdırmış olur. Və həmçinin də müsəlman dedi ki, müsəlmanlara qarşı nəsihətdə olmalı və Peyğəmbər sallallahu aleyhi ve sellem hədisində də Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, yəni din nəsihətdir və orada gətirir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem müsəlmanların toplumuna da nəsihət olunmalıdır. Bu barədə İbn Rəcəb rahimehullah buyurur ki, müsəlmana qarşı nəsihətdə olmalıdır və onları faydalı işlərə yönəltməlidir. Dini və dünya işlərini onlara öyrətməlidir. Onların ayıblarını örtüb və həmçində müsəlmanların boşluqlarını aradan qaldırmağa çalışmalıdır. Və bu həqiqətən nəsihət əhlinin əlamətlərindəndir ki, onlar həmçinin müsəlmanların eyiblərini araşdırmazlar, axtarmazlar və həmçinin onları insanlar arasında yaymazlar. Əksinə onların eyiblərini örtməyə çalışar. Və həqiqətən də Allaha və axirətə, cənnətə doğru gedən insanlar, bu yola çıxan insanlara xeyri istəyir. Və onlar aldatmır, onlara xəyanət eləmir və haqqı olduğu kimi söyləyirlər. Və haqqın qarşılığında isə insanların narazılığından, insanların onu nifrət eləməsindən bundan çəkinmirlər. Əksinə, haqq nədirsə onu insanlara çatdırırlar. Çünki onlar Allah Resulünün sallallahu aleyhi ve sellem'in sözünə əməl edirlər. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, kim insanların nifrətinə, qəzəbinə baxmayaraq Allahın rizasını, razılığını axtararsa öz sözlərində, əməllərində
Allah Subhanahu wa Taala ondan razı olar və insanlar da ondan razı eləyər. Və kim də əgər Allahın qəzəbinə baxmayaraq insanların razılığını axtararsa, Allah Subhanahu wa Taala ona qəzəblənər, insanlar da ona qəzəbləndirər. Və həqiqətən də məsələ ciddidir, mühümdür və həmçinin təhlükəlidir. Yəni insan haqqı deyəndə yalnız və yalnız Allahın özü üçün haqqı söyləyəcək. İnsanlar ondan yəni narazı olsalar da belə. Amma insanların razılığını qazanıb Allahın yəni qəzəbini qazanmaq, nifrətini qazanmaq isə Allah qorusun təhlükəlidir. Vaxt gələcək, yəni insanlar, razı saldıqları insanlar bir gün onun üzərinə qalxacaq. Bu mütləqdir. Yəni və həmçinin insan ümumiyyətlə faniyə aldanmalı deyil. Yəni dünya 3 günlük dünyadır, lakin əsas insana lazım olan axirətdir. Allaha razı salacaq. Məxluqat bəndələr hətta ondan narazı qalsalar da belə, yenə də haqq söz nədirsə onu çatdıracaq və onu insanlara bəyan edəcək. Şeyx Süleyman İbn Abdillah rahimehullah Tesirül Əzizül Həmiddə buyurur ki, və bu hədis insanlardan qorxan və onların razılığına, Allahın razılığına üstün tutanların cəzasından bəhs edir. Və Allah Subhanahu wa Taala bizi bundan qorusun. Və həmçinin İbn Cəvzi rahimehullah Saydul Xatirdə gətirir ki, ağıllı olan bir bəndə məxluq qəzəblənsə də Allahın haqqını həmişə qoruyandır. Ki, məxluqların haqqını qoruyub, Xaliqin haqqını tərk eləyərsə, Allah razı salmaq istədiyi şəxsin qəlbini ona qarşı çevirər və ondan qəzəblənər. Bu mütləqdir, yəni nə vaxtsa onun qəlbi sənə qarşı çevriləcək. Çünki insandır, yəni sən ona 100 dəfə yaxşılıq eləsən də, bir pisiyini sənin qabağına qoyacaq, deyəcək ki, filan vaxtda mənə belə bir pislik eləmişsən. Və insan unutqandır, nankordur, yalnız Allahın rəhm elədiklərindən başqa. Hər bir halda insanın təbiəti bundan ibarətdir. Ona görə bəndə insanların razılığını deyil, Allahın razılığını güdərsə, insanlar bu gün ondan narazı qalsalar da, ona qəzəblənsələr də, amma mütləqdir ki, sabah birisi gün bir neçə vaxtdan sonra onun etdiyi hərəkətdən, Allah üçün elədiyi əməlindən razı qalacaqlar. Ona görə də İbn Nuaym rahimehullah el-Asbahani Hilyetül Əvliyədə Fudayl İbn İyaddan gətirir ki, buyurur ki, Fudayl İbn İyad rahimehullah bizim yanımızda yüksək mərtəbəyə çatanlar namazlarının və oruclarının çoxluğu ilə deyil. Əksinə, bizim yanımızda o yüksək ali mərtəbəyə çatanlar geniş ürəkli olanlar, qəlbləri məxluqata qarşı, müsəlmanlara, cəmiyyətə qarşı təmiz olanlar və həmçində insanlara, ümmətə nəsihət edənlərdir. Və ona görə də müsəlman dostlarına, yoldaşlarına, qardaşlarına, bacılarına, ümumiyyətlə cəmiyyətinə qarşı həmişə geniş ürəkli olmalıdır. Və köksü geniş olmalıdır. Onlar həmişə xeyir istəməlidir və qəlbini onlara qarşı təmiz olmalıdır. Ona görə Subhanallah, İbn Cəvzi rahimehullah Sıfat-ı Safvada deyir ki, sələflərdən deyərdilər ki, kaş ki, bədənim iri qayçılarla doğranlardı və bütün insanlar Allaha ibadət edərdilər, Allaha itaət edərdilər. Yəni, Subhanallah, yəni onu bədəninin iri qayçılarla doğranması onun üçün daha yüngüldür. Tək insanlar nədir? Allaha boyun əysinlər, Allaha itaət eləsinlər və həqiqətən də bu onların məxluqata qarşı, insanlara qarşı olan məhəbbətinə irəli gəlir. Ona görə də özünü müsəlman deyən bir insan insanlara qarşı, cəmiyyətə qarşı belə olmalıdır. Və həmçinin də İmam Əhməddən qeyd olunur ki, İbn Əbi Ya'lə Tabaqatul Hanabilədə onun barəsində buyurur ki, İmam Əhməd Allah ona rəhmət eləsin, səcdəsində dua eləyərdi ki, ey Allahım, bu ümmətdən haqq yolda olmadığı halda özünü haqda zənn edən hər kəsə haqqa qaytar ki, qoy haqq əhlindən olsun. Və həmçinin İbn Kəsir rahimehullah Bidayə və Nihayəsində buyurur ki, İmam Əhməd həmçinin deyərdi ki, ey Allahım, əgər Muhammed ümmətinin günahkarlarından, yəni onların xilası üçün bir fidyə qəbul eləsən, onda mənə onlar üçün fidyə et. Yəni, Subhanallah, həqiqətən də necə ki, Şeyx Salih Əli Şeyx Əqidətül Vasitiyyənin şərhində qeyd edir ki, bu insanlara qarşı olan sevginin və onlara verilən səmimiyyətin ən yüksək, ən ali formasıdır. Yəni, Subhanallah, bunun o tərəfəsi var. İnsan oturub, Allaha dua edir ki, kim əgər bu ümmətdən haqq yolda deyilsə, lakin özünün haqq yolda olduğunu zənn edirsə, onu haqqa qaytar ki, qoy haqq əhlindən olsun. Və doğrudan da bu imamın, sünnə imamının bizə olan örnəklərindəndir ki, müsəlmanlara qarşı, cəmiyyətə qarşı belə olmalıdır.
Və bu sələfin mənhəcidir, bu sələfin metodudur insanlara qarşı. Ona görə də sələfi olan birisi insanlara qarşı ən rəhimli olan şəxsdir. Və onlar içərisində Allahı daha çox tanıyanlardılar. Və həmçində Şeyx Əbdurrahman Es-Səud rahimehullah buyurur ki: "Və qalbaka tahhiruhu və min kulli afətin" deyir, qəlbini hər bir afətdən, hər bir pislikdən təmizlə və kun əbədən an aybihi tətəfəqqadu və həmçində onun eyblərini yoxla, araşdır. Və cəmmil bi nushil xalqi qalbaka innehu və həmçində qəlbini nəsihətlə bəzə, bəndələri olan nəsihətlə qəlbini bəzə, gözəlləşdir. La ala cəmalin lil qulubi və əcvadu. Və bu qəlblər üçün ən uca gözəllik və həmçində qəlblərin səxavətliyindəndir. Yəni məxluqata nəsihət etmək, onları hər bir zaman xeyri istəmək. Və həmçində bu nəsihət, bu tövsiyə elmlə olmalıdır və insanları doğru yönəltməklə olmalıdır və həmçində insanlara yaxşılıq istəməklə olmalıdır və həqiqətən də yəni insanlara verə biləcək ən böyük şey onlara nəsihət eləməkdir. Onları xeyrə doğru yönəltməkdir. Və bunun ən böyüyü tövhiddir, xeyrə yönəltməyin və həmçində onları şərdən çəkindirmək və bunun isə ən böyüyü isə şirkdir. Və bugün biz görürük ki, bəzi insanlar deyirlər ki, xüsusən tövhid əhlinə, sən yəni haqqı əməl elə və həmçinin insanları tərk elə, insanların işin olmasın. Və həqiqətən də bu söz ümumiyyətlə təhlükəli sözdür. Çünki müsəlman, həqiqi müsəlman insanları yəni xilas eləməlidir, uçurumdan, təhlükədən insanları qurtarmalıdır. Ona görə də tövhidin fəzilətini, şirkin təhlükəsini bilən bir adam, bunu həqiqi anlayan adam, insanlara həmişə xeyir istəyər və insanları haqq olan yola çağırar. La ilahə illallah, Muhammedun Rasulullah, Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur və Muhammed sallallahu əleyhi və səlləm onun elçisidir. Və bu kəliməni həqiqi yaşamağa insanları çağırar və insanları şirkdən qoruyar. Amma Allah qorusun demək ki, yəni sən özünlə məşğul ol, insanları tərk edə, onların başını bıraq, onların sənin aidiyyatı. Yəni bunu deyən insan fikirləşməlidir ki, deməli o öz cəmiyyətinə qarşı xeyir istəmir. İnsanları istəyir ki, onlar oda getsinlər, onlar ateşə getsinlər. Əksinə, yəni haqq insanlara çatdırılmalıdır. Təbii ki, hikmətlə, gözəl nəsihətlə və həmçinin də elmlə, təbii ki, bunun başlıcası odur. Və bu şəkildə insanları Allaha çağırmaq lazımdır. Və çünki ümumiyyətlə dəvət bütün peyğəmbərlərin yoludur, bütün peyğəmbərlərin metodudur. Və İbn Cəvzi rahimehullah buyurur ki, Sıfat-ı Saffədə qardaşlıq hüquqlarından da biri odur ki, nəsihət eləyəsən və həmçinin də insanlara öyrədəsən. İnsanlara haqqı öyrədəsən, insanlara haqqı çatdırasan. Çünki bir müsəlmanın elmi olan ehtiyacı onun malı olan ehtiyacının az deyil. Çoxdur ki, az deyil. Həqiqətən də elm yeməkdən də, içməkdən də insanlar üçün daha ehtiyaclıdır. Və elm insana xilas edir. Və elm insanı qoruyur, elm insanı ucaldır. Ona görə də həmçinin Əbu Dərdədən gəlir ki, onun hikmətlərindən qeyd olunur ki, bir mömin öz qövmünə, öz cəmiyyətinə nəsihət verməklə Allahın onlara fayda verməsindən daha sevimli bir sədəqə verməmişdir. Bəzi insanların deməsi ki, yəni insanları tərk elə, sənin ondan işin yoxdur. Hətta bəzilər deyir ki, sən misdə ged gəl, başqalarının işin olmasın, yəni yalnız özündə saxla bildiyini. Xeyr, əksinə elm faydalanılmalıdır. Bildiyin, agah olduğun şey, haqq olan şey insanlara çatdırılmalıdır. Şeyx Əbdurrahman Es-Səud rahimehullah buyurur ki, Allah dinə kömək eləyən bir insana rəhm eləsin. Allah onun dininə kömək eləyən insana rəhm eləsin. Hətta bir kəlmənin yarısı ilə da olsa belə, həqiqətən də həlak odur ki, bəndənin bu dinə dəvət eləməkdə gücü çatdığı halda onu tərk eləməsidir. Uca Allah Subhanahu wa Ta'ala bizləri məxluqata xeyir istəyən, fayda istəyən
və məxluqata qarşı səmimi olan bəndələrinə eləsin. Uca Allah Subhanahu wa Ta'ala bizləri məxluqata nəsihət edən və bu nəsihətdə yalnız mükafatı Allahdan olan kəslərdən eləsin. Uca Allah Subhanahu wa Ta'ala xalqımıza, millətimizə hidayət versin. Subhanakallahumma hamdik. Əşhədu en la ilahe illa ent. Əstəğfiruke və etûbü ileyk.